Bəzən insanlar o qədər yorulurlar ki, başqalarının dediklərinə reaksiya verməyi dayandırırlar. Zehni olaraq tükəndikdə diqqətə almırmış kimi davranmaq daha asan gəlir. Gülüb keçmək, incitici sözləri heç önəmli deyilmiş kimi davranmaq. Psixologiyada bu bir müdafiə mexanizmidir. Zehin özünü qorumaq üçün müvəqqəti olaraq sanki keyiyir. Çünki həmin anda nə mübahisə etməyə, nə də baş verənləri emal etməyə enerjisi olur. Amma tək qaldıqda o sözlər yenidən geri qayıtmağa başlayır. Söhbəti təkrar-təkrar düşünürsən. Doğrudan da bunu demək istəmişdi, dediklərində haqlı idi. Bu dövr belə yaranır. Yorğunluq müdafiə mexanizmlərini zəiflədir, amma həssaslığı yox etmir. Həmin anda beyin sadəcə sağ qalmağa fokuslanır. Sonrasında isə düşünmək asanlıqla ruminasiyaya çevrilir və görməzdən gəldiyini sandığın yük ilə tək qalırsan. Bu zehnin başa çıxma üsuludur. Əsas olan bunu fərq etmək, sərhədlər qoymaq və hər bir şərhin zehində yer tutmağa layiq olmadığını xatırlamaqdır.